deməli, marketdə baxıram, sobadır, sacda belə şey görəmişdim. Mən də fikirləşdim ki, zaten bekarçılıqdır bir ay ərzində, bu şeyi aparım evə, YouTube kanalımda çəkim, biş-düş eləyim, müşkulaq eləyim, burada kommentariyasında motivasiya olsun bir ay ərzində. Aldım, apardım evə, çəkdim, PO çırtması eləmişdim orada, qoydum YouTube'a və YouTube'da ən çox yazırdılar ki, nə gözəl dadlı pişirmişsiniz, resepti nə gözəldir, amma indi isə başqa cür yazırlar. Bu məhsulu hardan almışsınız, nə gözəl məhsuldur, necə əldə edə bilərik? Dedim, ya Rabbim, bir dənə bunun, bir dənə əlimə qalıb dua elədim. Bir dənə bunun kökünü tapsam kim düzəl? Baxıram cex malıdır, cexdə düzələn bir şeydir. Ya Rabbi, bunun bir dənə mənə kökünü göstərərdin. Mən ondan tapardım da bunu. Bir həftə üstündən keçdi, bizim məhəlləmizdə bir market var idi. Məsələn, dəmirdən nəsə lazım oldu mənə. Mənə market yəsi şey verdi ki, nömrəni ki, bizim qonşumuz, filankəs müəllim, cexi var, dəmir cexi. Ona isə yaxınlaş. Bunu deyəndə mənə də saç dəstə ağlıma gəldi. Nömrəsini aldım, WhatsApp-a göndərdim. Qayıt nədirsə yaxşı mənə, qardaşım, bunu hələ mən düzəltmişəm, harada tapmısan bunu? Sən demə, arkadaşlar, bunu düzəldi, mənim qonşummuş, xəbərim yoxdur, cex. Adım nə gözəl, necə duam eşidildi mənim. Dedim, sabahla sinyamızdayım. Mən Malik Muradxanov, Everest şirkətinin rəhbəri. Dəvət etdiyiniz üçün çox son minnətdaram. Sizin proyektə baxırdım, çox xoşuma gəlirdi. Həqiqətən motivasiya verən və Azərbaycanın yeganə proyektlərindəndir ki, izləmə keyfiyyəti var. Nədən başlamışam ticarətdə, nə mənə maraqlı gəlib, nə üzərində işləmişəm və indi məsələn baxan gənclərə deyim, gələcəyin sahibkarlarına kimi ki potensialı var və risk eləmir sahibkar olmağa. Onun barəsində belə bir çıxış edəcəm. Öz tariximi danışım qısa. Öz dedikdə Everest tarixini. Belə başlayayım. Mən ticarətə başladım. Deməli, gənc yaşlarımdan necə başladım? O qığılcım haçan oldu. Yadıma gəlir, mən öz ixtisasım qrafik dizaynerdir. Mən reklam şirkətində, mətbələrdə qrafik dizayner işləmişəm. İşlədim mətbədə, bir vaxt belə bir şey oldu. Mən saat istədim. Çoxdan saat taxmırdım o vaxtları. İstədim aksesuar kimi taxım əlimə saat və başladım axtarmağa internetdə. Demək, o vaxtları bizi sayt var idi, Kaymuaz deyəsən. O vaxtda ucuzluğunu tanınmışdı. Bir belə deyək də, indiki Temu kimi o vaxt Kaymuaz var idi, yadıma gəlir. Orada bir saat gördüm, ucuz gördüm, amma segmentini bilmirdim, keyfiyyətlidir yoxsa yox. Axır sifariş verdim, yadıma gəlir. O saatı sifariş taxdım, əlimə gəldi saat əlimə, amma xoşuma gəlmədi. Yəni, mən düşündüm, daha keyfiyyətli olacaq, daha belə ağır filan. Nə etdim, qoydum onu, o vaxtları Tapaz saytı var idi, bir də Facebook. Fikirləşdim, bunu satışa qoyum, satım tezdən. Qaytarmaq təbii ki, düzgün də olmaz, yaxşı deyil. Satım, başqasını alaram, üstün pulunu düzəldir, daha yaxşısına. Qığılcım orada başladı, mən Tapaza qoydum, Facebooka qoydum və mənə zənglər gəlməyə başladı. Bir soruşdu, saat neçədir? Mən də o vaxt almışdım onu 19 manata, yadıma gəlir. Satışda qoydum elə 19 manata. Deməli, bir nəfər zəng vurdu, 2 nəfər yazdı, sonra vaxtda Facebookda daha çox izləyicilər var idi. Doğrusu, biz post paylaşanda o vaxtda kommentlər gəlirdi. Yazmağa başladılar. Mən də gördüm, tələbat oldu nəsə. Yəni, mənim fikrim başqa idi, nəhara yönəldi. O zamanla mənə ticarətə, əsasən mal alışına bir marağım yarandı ki, daha doğrusu satışına. Düşündüm ki, bu deməli, belədirsə bir prob eləyim. Mən neynədim? Beləcəyə gəldi ağlama ki, orada Kaymoz saytda da deməli daxil olurdun. Zaten Kaymoz reklam sayılmır, artıq yoxdur o sayt. Orada dükanları göstərirdi. Məsələn, hansı dükan satır? O vaxtda da branding nəsə belə shop var idi. Onun telefonunu gördüm, yığdım. Zəng elədim, dedim, bəs həmən saatdan bəs mən istəyirəm, amma artıq bir yox, 5 dənə istəyirəm. Bellədim. Beləcəyə gəldi ağlama. Qayıtda ola problem deyil. Mən də qayıtdım, topdan bəlkə alım sizdən. Mən də almışım 19 manat. Dedim, 19 almışam sizdən. Əgər 5 dənə götürsəm, 15-dən verərsiniz. Çünki mən artıq burada paylaşanda, orada artıq məndən 10 dənə istəyirlər. Yəni 10 nəfər artıq yazmışdı ki, mən istəyirəm. Düşün, niyə də yox, 5-ini alım, risk çox eləməyim. Yəni, ilk adım bu olub ticarətdə, yəni biznes ticarətində. Əl-əxsus, deməli, sifariş verdim. Yox, dedim, 15 manatdan 5 dedi, okey. Dedim, yaxşı, bəs 10 dənə istəsəm. Mənə 11 manatdan verərsən. Gördüm, adam belə tərədd etdi, amma razılaşdı. Gördüm, bu işdə pul var. Deməli, 10 dənəsi. Mən bunu almışım 19 manata. İndi isə 10 dənəsini alıram, 11 manata düşür. Deməli, 8 manat kar qalır orada, 80 manat. Burada deməli, mən qazanç tuturam. Plus da ki, 10 dənə saat. Mən bunu biraz risk elədim. Dedim, 10 yox, 15 dənə amma 9 manatdan ver. Bu da razılaşdı. İlk ticarətim elə olub. Götürdüm, 15 dənə 9 manatdan satdım onu 20 manatdan.
hamı satıldı və o vaxtdan yarandı ki, deməli, əşya satışında tələbat var, sadəcə olaraq o tələbatı yaradasan. Xülasə, orada qığılcım yarandı və bir neçə il yenə oturdum, maaşlı işlədim, qrafik dizayner idim, mətbəədə falan. Amma beynimdə fırlanırdı ki, deməli, nəsə məhsul ortaya çıxarmaq lazımdır, satış eləmək. Amma olmayan bir şey. Bir neçə il heç nə satmadım. Amma ideya başımı fırlanırdım. Deməli, nə oldu onda? Pandemiya baş verdi. Reklam şirkətləri bağlandı və mən də onu çox uzatmaq istəmirəm. Həmin mətbəədən çıxmışdım, işdən öz agentsamı qurdum, bir ofis götürdüm. Orada artıq özüm elə bil ki, vasitəçi işləyirdim. Müştəri ilə şirkətlər arasında, mətbə arasında. Məsəl üçün, belə götürək, bukleti mətbədən alırdım, satırdım restorana. Arada karı mən tuturdum, vasitəçi idim. 2 il elə işlədim, o da bir baxın, bir ticarət əslində. Amma sahibkardan əşyasını satmaq idi mətbəədən. Onun da biraz başarılar çox olduğu üçün, belə sizə deyim, mətbə işləri çox çətin işdir mətbə. Məsəl üçün, deyim sizə, 1000 dənə vizitka çap edirsiniz, vizitkada bir adda bir hərf səhv oldusa, bütün onlar məhv olur və ziyanı sən çəkirsən. Çünki nə müştəriyə verə bilirsən, nə mətbəyə qaytara bilirsən, səhv sənindir. Çünki sən dizayn yığmısan. Bu şeylə minvan oldu bitən səhvlər və bəzən də, belə deyim də, lağımsız reklamlar gəlirdi, belə deyim, pubların, diskotekaların mı deyim, sonra nə bilim, qumarların falan, mən lağımsız atqaz edirdim və gördüm ki, mən istədiyim açılışa bilmirəm, bu mənim gələcəyim deyil. Və hər dəfə düşünürdüm ki, mənim özüm məhsullarım olmalıdır. Deməli, pandemiya oldu, xəbərdarlıq oldu ki, bir ay ərzində çörə çıxdı, yoxdur, hamı evdə oturacaq, icazə ilə çıxışda falanlar, yəni o dövrlər geçsin, bir də qayıtmasın. Yadıma gəlir, məndə YouTube kanalım var idi, yəqin bəzi izləyicilər tanıyır, Dadma adında, hobbi kimi çəkirdim evdə, bişdiş falan paylaşırdım, hobbim idi. Mən də o zaman adını çəkməyəcəm, marketlərin birinə girəndə, həmən sabahsı gün artıq çörə çıxış yox idi. Mən bazarlıq eləmək üçün dedim, bir aylıq heç olmasa, bir ay olmasa, bir həftəlik bazarlıq eləyim, oturum, evdə bir günümü keçirdim də. Böyük marketlərin birində belə bir sac gördüm. Soba, üstündə sac qoymuşdular, mənə maraqlı gəldi. Mənə marketdə baxıram, sobadır, sacda belə şey görəmişdim. Mən də fikirləşdim ki, zaten bekarçılıqdır bir ay ərzində, bu şeyi aparım evə, YouTube kanalımda çəkim, bişdiş elə, müşkulaq eləyim, burada kommentariyasında motivasiya olsun bir ay ərzində. Aldım, apardım evə, çəkdim, PO çırtması eləmişdim orada, qoydum YouTube'a və YouTube'da ən çox yazırdılar ki, nə gözəl dadlı pişirmişsiniz, reseptə nə gözəldir, amma indi isə başqa cür yazırlar. Bu məhsulu haradan almışsınız, nə gözəl məhsuldur, necə əldə edə bilərik? Görün, tələbat yarandı məhsulla, mən axtardım, məhsul desəm bu idi. Mən də sual qoydum YouTube-da ki, biz əziz izləyicilər, bu cür məhsul satışını biz reallaşdırsaq, almaq istədinizmi? Sorğu qoydum. Yüzlərlə kommentlərə, bəli, bəli, bəli. Deməli, o vaxt necə idi məsələ? Pandemiyada hamısı qapılmışdı evlərinə. Rayona getmək olmaz, çölə çıxmaq olmaz. Heç nə olmaz idi, ancaq evdəsən. Və təbii ki, cəmaat yayda haçan çıxırdı, rayona çıxırlar. Bu yay ərəfəsi idi. İndiki yadıma gəlir, qızğın yay idi. Hamı yanır getmək üçün rayonlara, amma heç kim gedə bilmir. Və mən birdən-birə bu məhsulu paylaşdım və tələbat gördüm. Və gördüm ki, yüzlərlə kommentlərə gəldi ki, biz hardan almışsınız, necə almışsınız, falan zat. Dedim, ya Rabbim, bir dənə əlimə qalıb dua elədim. Bir dənə bunun kökünü tapsaq kim düzəl? Baxıram, cex malıdır, cexdə düzələn bir şeydir. Ya Rabbi, bunun bir dənə mənə kökünü göstərərdin. Mən ondan tapardım da bunu. Düşünürəm ki, adını çəkməyəcəm. Marketdən soruşsam deməyəcəklər. Bəlkə o tərəfə hansı cexlər düzəldi, axtarım eləyim. Bu minvanla fikirləşib bir həftə üstündən keçdi. Bizim məhəlləmizdə bir market var idi. Məsələn, dəmirdən lazım oldu mənə. Mənə market yəsi verdi ki, nömrəni ki, bizim qonşumuz falan kəs müəllim, cexi var, dəmir cexi. Ona isə yaxınlaş. Bunu deyəndə mənə də saç dəstə ağlıma gəldi. Nömrəsini aldım, WhatsApp-a göndərdim. Dedim, adı Tahir bəydir. Dedim, Tahir bəy, belə bir məhsul var əlimdə. Siz bunu pandemiyada dolanışıq yoxdur, evdə hamımız. Mən bunu, belə deyim də, o bizə buraxılan 3 saat ərzində sata bilərəm, çıxıb da verib gələ bilərəm də. Bu məhsul ortaya çıxartsa, mən satışının marketing təşkil edeyim. O da at bala baxımda olan şeydir o. Yaşlı bizim müəllimimiz deməli. Atdım ona şəkli də qoydum belə bağa, atdım özünə. Qayıd nədirsə yaxşı mənə. Söz qardaşım, bunu hələ mən düzəltmişəm, harada tapmısan bunu? Sən də makacı bunu düzəldin, mənim qonşummuş, xəbərim yoxdur, çex. Adım nə gözəl, necə duam eşidildi mənim. Dedim, sabala sizin yanınızdayım. Dedi, okey.
Getdim, yəni çexi girdim, çexdə maşallah görürəm, dəmir, fış, iskralar, saclar, manqallar, ustalar işləyir. 2-3 dənə ustası var idi vaxtlarda, səhv etmirəmsə. Dedim, mənə bu lazım idi. O üçün danışdım. İlk belə deyim, ticari sövdələşmə belə oldu ki, dedim, belə deyək, bir dənəsi neçəyədir, qiymət mənə dedi. Mən də qayıtdım. Dedim, mən bir yox, səndən istərəm alın 15 ədəd dəst olaraq. O vaxtlar isə soba ilə saç ayrı satılırdı Sədərəydə. Sənin bu məhsul bazarda 10 il var idi. Söz nə edirəm, sözü götürəcəm. Neysə, dedim, bir dənə sobasını düzət, gözəl insan mənə bir dənə sacını, onun razmeyana uyğun və maşa üstünə qoy. Mən bunu bir dənə təcrübədən keçirdim. Götürdüm, qoydum bağa, yaşıllıqda qəşəng fonda şəkil çəkdim. Mən də qrafik dizaynerdim axı. Tərtib elədim post kimi. Paylaşdım deməli, gecə saat yadıma gəldiyi kimi, gecə saat 11-ə kimi, 12 kimi Facebooka qoydum, Tapaza qoydum. Sonra hara qoydum? Axırda sosiallərə qoydum. Bir də bəzi qruplarda mən abunə idim, yemək qurban qruplarında, belə deyim də, bağ qrupları var idi, bişirənlər qrupları, aşpazlar qrupları var idi. Ora qoydum və yatdım. Telefon səsə qoyuram yatanda və səhər durdum, telefona baxıram. Telefonda maşallah buraxılmış zənglər nə qədər. WhatsApp-da nə qədər komment yazılıblar da. Facebook'a girəm, nə qədər komment istəyirəm, mənə göndər. Mən düşüm şoka. İndiki mən yuxulu belə durdum, getdim, əlcimi yudum. Zavtır, yəni səhər yeməyi yemədən oturdum, yəni dəftər götürdüm, qələm. Bir telefona baxa-baxa hamısı nömrələrini qoymuşlar. Kim istəyir nömrəsini qoyun, mən əlaqə saxlayın. Bir nömrə gördüm, bir günə mən hərə 20 sifariş yığdım. O da necə oldu? Demə mən nə etdim ondan sonra? O üçün biraz şokdayım açığı, çünki belə məhsul satmamışım. Yəni birdən-birə 20 məhsul belə qabaritdə. Xülasə yığdım hamısını, bir zəng elədim, sifarişlərini götürdüm, korumları atdım. İkinci ən böyük çətinlik odur ki, cəmi 3 saat bayrağa çıxa bilirsən. Yəni bir gün çatdırmam qeyri-mümkündür. Mən də necə edirdim? Evdən çıxanda o SMS-i basırdıq, sonra çatdırdım. O üçün onu satdım, qutardım, tez gəldim Yeniçəxə. Dedim, usta, mənə 30 dənə düzəlt. Adam şoka düşdü. Sən keçən dəfə almısan da, üstünə 2 gün keçməyib. Yəni, mən sənə verdim məhsul, 4 dənə dükana verirəm. Necə oldu bu? Deyirəm, Allahın qədəridir. Yəni, həm pandemiyadır, cəmaat oturub evdə. Sən düzəlt. Qiyməti də ən münasib mənə elə. O minvanla, burada nə strategiya oldu? Yəni, case belə deyim, ticarətdə. O vaxtlar mən kitab oxumurdum açığı, az oxuyurdum. Sonra artıq neçə illər keçdi, üzərində özünü inkişaf elətdirməz. Ən əsas budur. Yəni, oxuyub da dünya şöhrətli biznesmenlər, tüccarların tarixini, onların istehsalını, olan necə marketinq qrupası hamısını öyrənmək lazımdır ki, tətbiq eləsən öz praktikanda. Ona gətirirəm. Mən nə etdim? Dedim, onda mənə münasib qiymət. Demədim, münasib qiymətə qoydum. Strategiya. Məsəl üçün, belə deyək, 20 manata o dəstə aldım, qoydum cəmi 49 manata. Amma dəstləşmiş şəkildə. Şəklini çəkdim, tezdən postlara paylaşdım, Instagram səhifə açdım. O vaxtlar öz səhifəm idi, ad qoyamış, Evera yox idi. Bir il hələ işlədim mən. Və o minvalından sexdən artıq manqalara keçdik, saclara artıq. Deməli, mən bir şey başa düşdüm ki, onu mən getirirəm. Deməli, 10 il bazarda bu var imiş. Amma cəmaat bunu tanımırdı. Cəmaat tanıyırdı sacı addelini, yəni ayrıcı sac, sobası ayrıca və tam bunu dərk eləmirlər. Mən bunu birləşdirdim deyə segmenti, bu təqdimatı çıxartdım deyə ortaya, deməli, malı satan təqdimat oldu. Deməli, məhsul olmalıdır, maraqlı, münasib qiymətli və təqdimatı üstün. Bu segmentdən birləşdirəndə söhbət nəyə gətirəm? Biznesin uğurlarının birinci açarı budur və fərqli təqdimat. Onu etdim və o minvalla biz neçə ədəd satdıq. Təbii ki, o vaxtları mən şirkət qurmamışdım, o vaxtları mağaza yox idi, sadəcə olaraq alırdım kişidən, satırdım. Yəni, belə deyim, çörək pulu çıxardırdım. İndi kimi adımdadır. Deməli, mən köhnə RAV4'üm vardı, Toyota RAV4. O vaxt 6000 almışdım, benim yanındadır. Laf köhnə, 96-cı il RAV4 idi, 96-97-ni. Onu yüklüyordum, indi kimi adımdadır. Kondisioner də xərab olmuşdu. O vaxtları mükəmməl kondisioner düzəldim. Şüşəsi də xərab olmuş, şüşəsi də açılmır tamam. Mən yayın istisində, o 3 saat şeyində çıxırdım, o tər axa-axa. Amma içimdə o ki, o motivasiya var idi, mənə sərinləşdirirdi. Bir dastav qapılarını elirdim müştərilərinin və qaydırdım. O cürünə, sonra pandemiya da bir xeyli uzandı. Neçə getdim mən. Mən bilirəm, bir ilə çox getdi pandemiya. Bu çətin də etdim. Pandemiya çıxanda daha doğrusu, çıxanın ərəfələrində Evera yarandı, Evera brendi, Evera şirkəti. Deməli, mən ilk dəfə əlimə kitab düşdü.
deməli mənim qaynıma hədiyyə vermişdilər. Bu da marağı yox idi, verdi mənə. Mən sadəcə 2-3 səhifə oxudum, görüm kitab mənə. Kitab hansı kitabı idi? Mən reklamı gedəcək yoxsa necə? Robert Kiyosakinin Varlı Ata, Kasıb Ata. Onu oxudum və həqiqətən də onu oxuyub qutarandan sonra fikir mülasisi dəyişdi. Yəni atıram belə bir nümunə deyim. O vaxt mən düşünürdüm ki, nə gözəl, malı götürürəm, özüm dastavka edirəm, xərcim yoxdur. Bir dənə xərcim benzindir. Amma işçim yox, dükan yox, arenda yox falan. Nəyə lazım heç buna ehtiyac yoxdur. Amma belə sonra gələcək düşünürsənsə, insan yaşlandıqca sən hər dəfə mal daşımayasan, sən inkişaf eləməysənsə, bu cürə tüccarlıq, yəni kuryer kimi işləmək o deyil. Mən də başladım yollar axtarmaq ki, necə şirkət kurum və arzum o idi ki, mağaza. Bir mağazam olsun, orada maraqlı məhsullarına doldurum. Robert Kiyosaki kitabını oxudum, orada bir dənə 2 dənə cümlə var idi ki, misal getirdi. Məsələn, sən əgər simiclik edirsən, mühasibə götürmə işi və o vaxt söhbət mühasibdən gedirdi. Mən onu sirayət edirdim mağazinə. Yəni mən mağaza götürmək tərəddüdündə idim. Arendası, vergisi, vöynəc falan biraz baş ağrı kimi gördüm onu. Amma mühasibə getirəndə nümunə olaraq, məsəl üçün belə deyir, sən əgər mühasib götürürsənsə ona maaş verməyi, yəni simiclik etmə. Yüksək maaş verməlisən, çünki mühasib səni risklərdən qoruyur. Məsəl üçün, vergin düzələməsən, sən küllü cərimə gələ bilər. Sənin balansını yoxlamaq üçün mühasib sən deyə bilər, hansı məhsul daha çox satılır. Yəni, balansı qorumaq üçün mühasib önəmlidir sənin üçün. Yəni, ona verilən pul hədər deyil. Sənə ona verdiyin maaşı səni qat-qat qaytarır. Bu, mənim beynimə girdi ki, deməli, mühasib belə sənə qazandırırsa, görün, mağaza səni neyinir. Mən sıraz o, elə kitab oxuyub qutaran kimi mağaza axtarışına çıxdım. İlk mağazam Evrahom var, Abbaqır Məclisinin aşağısı. Orada bir qardaşım o arenda verdi, 70 kvadratlı bir yer idi. Sərgəli gözəl yer idi, oranı götürdüm, risk elədim. Çox ucuz qiymətə də vaxtlar yadıma gəlir. Və nə etdim? Sərmayə qoydum. Haradasa, açıq danışaqdır, yəni burada bir problem yoxdur inşallah. Haradasa bir, belə deyim də, videonun məğzi odur ki, sıfırdan biznes qurmaq. Mən əgər sıfırdan qurdum, həmən o sex yiyəsi yanına gedəndə mənə sıfır büdcəni qurdum. Dedim, mənə məhsul düzəlt, ver. Hələ bir ki, pulunu verirəm qabaqca yarısını sonra falan. Yəni, orada bir güclü pul söhbət deyil. Və bunda isə artıq sərmayə lazımdır. Mağaza götürmüşsən, arendadır və təbii oran biraz şovrum eləməlisən də. Hadicə 2000-3000 manat dəyərində təxminən, heç 3000 olma, 2000 dəyərində pul düzü qoşaradım və getdim Sədərəyə. Bizim hələ bir ki, ticari o, necə deyirlər, kökü də, yəni ticarinin belə bizim yivumuz, bizim şengenimiz belə deyim də. Getdim ora və orada mən seçdim məhsullar mənə aid, bağ məhsulları əsas. Orada gördüm bəzi dəstələr vardı, brendlər vardı. Mən ikinci, üçüncü əllərdən alırdım. Amma çox az xeyir qoya satırdım və reklam edirdim. Və haca daha çox partlamağa başladı. Mən belə tanınmağa başladım. Mən özüm Azərbaycanlıyam, ləzgiyam. Bizim prosta millətimiz ləzgi sayılır, amma millətçi biz də təbii Azərbaycanlıyıq hamımız. Əslim Qusarlıdır, özüm Bakıda doğulmuşam və öz ləhcəmlə dilimdə səlis danışıram ləzgi dilində. Bir dəfə gördüm, bıçaq satırdım mən, özü Türkiyə keyfiyyətli bıçaqları idi, bizə getirmiş satmaq üçün. Mən onu çıxardanda birdən düşündüm ki, biri var, əbəl şəkil çək qoyum və o vaxtları mən Instagramda postlar qoydum, şəkil çəkirdim, qoyurdum belə. O vaxtları daha çox onda baxışlar yığırdı, like'lar yığırdı, indi azalıb, indi çoxsu videodur. Və fikirləşdim, bir video çəkim. Bıçağı götürdüm əlimə, kapşon gedim başıma, çıxdım, can qardır, bıçaq indiki səhəzat. Öz ləhcəmdən danışıram belə. Mən dost tanışlarla görüşəndə zarafatca belə danışıram. Mən öz danışığım əslində. İndi rəsmi danışıramsa, amma dost tanışın yanında zarafatca öz ləhcəm danışır. O cürdə, yəni belə deyim də, sünni çıxmadı. Yəni səmimi çıxdı, bıçağı götürdüm, bax, nə burada, kisir, götürüb kağızı, bağ kimi keçdi, video tutdu. Baxışlar çıxdı, kommentlər, satışlara başladı. Yəni, 2 qat artdı satış. Mən də o vaxtda artıq rəsmi olaraq, vöyünüm, falanım, kassam, ora-bura, başım rəsmi işləməyə. Artıq hələ hala gəldi ki, mən tək çatdıra bilmədim. Burada Rovini kitabı, həmən oxuduğum kitab, məsləhəti belə deyim, mənə fayda oldu ki, yəni sən yetirdin işçi, ya arenda olsun, sənə qazandırır, sənə itki deyil. Mən qaynımı götürdüm işə. Birinci ayda bu qədər, belə deyim də, o putun artdığı qədər, sən bu qədər maaş alacaqsın, yaxşı maaş verə bilmirdim, amma rasxodların çıxacaq. Biraz mənlə o, sonra düzələcək, yəni tutmuşam da kəminə. Sağ olsun, mənə kömək elədi, gəldi, bir yerdə işlədi. Sonra ilk riskim oldu, Şərq bazarı açıldı. İndi bizim çəkdiyimiz o videolar Şərq bazarındadır. Azərbaycanda deyim, Bakıda tanınmış ticarət mərkəzlərindən biridir.
O vaxtda təzə remontdan çıxırdı. İkinci restavrasiyadan sonra mənə dedilər ki, sən ged ora. Amma bəzi də deyirlər ki, o tutmayacaq. Mən risk etdim. Çünki mənim kütləm əsasən sosial şəbəkə idi. Burada bir case deyim, əgər sənin kütlən sosial şəbəkədirsə, sən heç bir qorxun yoxdur. Çünki əgər sən özü simalaşdırırsansa və satışı sosialdan edirsənsə, sən istəyir podvala ged, istəyir səhraya ged, müştəri səni alacaq. Mən o segmentdə risk elədim. Risk nədən ibarət idi? İndi götürdüyüm mağazadan hardasa 10 dəfə baha idi arendası Şərq bazarının. Atıram, məsəl üçün, o vaxtlar qiymətləri belə idi. Mən bura 350 manata götürmüşdümsə, oranın qiyməti artıq çıxırdı 3000-ə yaxın o vaxtları. Mən risk elədim, düz 3000-i götürməsəm də, o yarısını qədərisini götürdüm ki, risk eləyim. Alınmasa, ölüm yox, itim yox, maksimum pul bitirəcəm biraz, tezdən qaydaram bura. Buranı saxlamışdım həyətimə qarşı. Hələ buranın arendasını verirdim, oranı da götürdüm. Risk elədim və yenə güc verdim. Təbii ki, orada artıq Şərq bazarının öz gözəl dizaynı falanı, istədiyim kimi sərgəli mağaza, birinci mərtəbəyə getmişdik. Onda 40 kvadrat idi, oranı götürdüm birinci. Orada neçə aylarla bu videonu artırdım. Gəl, cayaq, turxa falan, bizim ləhcə ilə zadla, yarı ləzgəli Azərbaycanlı, yarı Rus falan. Bu bizim müştəri sevdi, yəni səmimi. Həqiqətən mən səmimi danışırdım və ən çox çalışırıq ki, bizdə necədir? Yəni bunu belə deyim də, biznesdə əsas məsələ müştərini nə qədər aladasan, müştərinin haqqına girməyəsən. Bizim birinci deviz budur. Bizim Peyğəmbər sallallahu deyib, haqqa girmək olmaz. Müştəri haqqı da önəmlidir. Yəni satdığım məhsul keyfiyyətli olmalıdır. Mən ona görə seçirdim, araşdırırdım, tapırdım o keyfiyyətli məhsulu və ən önəmlisi tapırdım birinci əlləri. İkinci, üçüncü artıq yox. Çünki məhsul keyfiyyətli olduğu qədər də münasib qiyməti olmalıdır. Sən üçüncü əldə, ikinci əldə alanda artıq bahalaşır. Hərə xeyrini qoyur. Sən də xeyri qoyursan, artıq bahalaşır. Mən də birinci yerlə başladım işləməyə və sonucda indiki halda necədir? Bizim maşallah olsun, düzdür, belə böyük bir şirkət olmasa da, orta sahibkarlıqdır və amma qısa bir zaman çox tanınıb. Öz səmimiyi ilə, öz keyfiyyəti ilə, öz çıxışı ilə sosial şəbəkələrdə. Və hal-hazırda belə deyim, toptancılar mı deyim, birinci əllər mi deyim, bizlərə gəlir ki, necə, bizə zəng edirlər ki, bizim məhsulu sat ki nə. Çünki sən sata bilirsən, təqdimatı gözəl edirsən. Çünki biz bir məhsul təqdim eləyəndə, o məhsul həqiqətən də brendləşir. Yəni, burada bir nəticə çıxır ki, belə deyim, bir məsləhət kimi verirəm, yəni bizim gələcək sahibkarlarımıza. İş quranda ideal qurmalısan, iş quranda sözün əsl mənasında kişi kimi qurmalısan. Nə mənada? Kişi kimi işləməyə lazımdır. Dürüst olmalısan, səmimi olmalısan və pul hərisi olmamalısan. Əgər sən biznes başlayanda ancaq pul fikirləşirsənsə, yəni kağız üzərindən biznesi qurursansa, bu pullar məndə çox olsun, səni uduzmağa məhkumsan. Sənin hırsın səni batıracaq. Amma sən kişi kimi işini sevirsənsə və müştərivi hörmət edirsənsə, çünki yadda saxlamaq lazımdır ki, müştəri heç vaxt axmaq deyil. Çünki biz də müştəriyik. Biz hansı bir dükana gedəndə biz kimsə alda bilər. Yəni sən məhsul, belə deyim də, o adnarazıq deyirlər, getirdin, bir dəfə allatdın müştərini, müştəri bir dəfə alsa, səni bir daha almayacaq və 10 nəfərə deyəcək ki, bunu heç nə almıyor, bu keyfiyyətsiz bir mal satır. Amma sən kişi kimi gözəl, keyfiyyətli məhsul alsa və garantiya versən və sən lap belə deyək, məhsulun, yenə deyirəm, ticarəti bunlar önəmlidir. Sən müştəriyə, belə deyim də, etibar qazanmalısın müştəridir. Müştəri arxan eləməlisən ki, sən məhsul bizdən alanda, problem çıxsa biz cavab deyil. Çox belə deyim də, alverçilər hələ deyil. Biznesmenlər deməyim, alverçilər deyil. Və bir şey mən şahid olum ki, biznesdə nədir? Yəni, bu uğur hekayəsidir. Uğur hekayəsi elə qurmaq lazımdır ki, yəni, bu vacib məsələdir. Yəni, sən bir məhsul alanda onu araşdırmalısan, toxunmalısan, istifadə eləməlisən, ən azından keyfiyyətli bəlli olmalısan, sonra müştəri sunmalısan. Əgər problem çıxırsa məhsulda, o satışdan çıxarmalısan. Çünki sənin brendinin gələcəyi ona bağlıdır. Sən əgər davam eləsən ki, elə ucuz olsun, mən tanımaq üçün görürəm də, indi belə ticarətçilər var ki, əslində çox düzgün olan bir şeydir. Belə götür, bir bıçaq çıxardır, 2 manat 50 qəpiyə bıçaq, ilezva kimi, yəni 2 manat 50 qəpiyyə nə bıçaq olacaq, məsəl üçün deyirəm də, anlaraz şeylərdir. Düz o öz segmenti var, kimisə hədiyyə verəcək, 2 manatlıq hədiyyə, o əslində hədiyyə sayılmır. Yəni, burada əsas məsələ nədir? Mal keyfiyyətli olmalıdır məhsul, strategiya düzgün qurmalısan, marketingi düzgün qurmalısan, sosial şəbəkələrə çıxmalısan, dürüst olmalısan, müştərinin haqlarını qorumalısan və məhsulda cavabdeh olmalısan ki, müştəri daha çox müştəri getirsin və sənin brendin brend kimi tanınsın. Çünki brend etibar deməkdir. Yəni, brend, belə deyim, səmiyyət deməkdir və fayda deməkdir. Fayda yoxdursa, demək sənin brend deyilsən. Sən
o el arasında narazı, yəni bir dəfəlik bir istifadə olunan bir şeysən də, belə deyim, mağazasan, daha qayıtmırlar sənə. Çox danışılan şeylər var, danışsa gərək saatdan otura burada. Əsas külməs nöqtəsi bu oldu. Mən də istədim bölüşüm. Gənc gələcək sahibkarlarla məsəl üçün, kim ki motivasiyası var, risk eləmir, potensialı var. Yəni qorxmaq lazım deyil. Sadəcə özlərində işləmək lazımdır, oxumaq lazımdır. Təcrübəni belə deyim də artırmaq lazımdır mənəvi olaraq, mənəvi hazır olmalısan. Sonra onu yetməli praktikaya. Praktikaya yetməsən, sən qabağa çıxa bilmərsən. Ancaq gərək hərəkət eləyəsən vaxtında. Gecəyə girdi, başladın və ancaq qabağa.